Salam, gəlin başlayaq. Bəs yeni nə var? Bu doğrudan da yeni bir fikir sayılırmı? Riskin əhəmiyyəti və səbrin gücünü vurğulayan çoxlu deyimlərimiz var. Məsələn, qorxmayan qazanc əldə etməz. Əgər ilk cəhdində bacarmadınsa, təkrar cəhd et. Və ya Roma bir günə qurulmayıb. Bu arada İtalyanların da eyni ifadəyə sahib olduğunu öyrənmək məni sevindirdi. Əslində, həqiqətən təəccübləndirici olan budur ki, sabit düşüncə tərzinə sahib insanlar bu fikirlərlə razı olmazlar. Onlar üçün bu belədir. Risk etmədinsə, heç nə də itirmədin. Əgər ilk cəhdində bacarmadınsa, deməli bacarığın yoxdur. Əgər Roma bir gündə qurulmayıbsa, bəlkə də heç qurulmamalıydı. Başqa sözlə, risk və səy onların yararsız olduqlarını üzə çıxara və tapşırığa uyğun olmadıqlarını göstərə bilər. Hətta bu qədər insanın səylə çalışmağa və kömək almağa inanmadığını görmək olduqca təəccüblüdür. Yeni olan başqa bir şey də budur ki, İnsanların risk və səy haqqında fikirləri onların daha fundamental düşüncə tərzindən doğurur. Sadəcə bəzi insanlar təsadüfən özlərini sınağa çəkməyin və zəhmətin dəyərini başa düşmürlər. Tədqiqatlarımız göstərdi ki, bu birbaşa inkişaf yönlü düşüncə tərzindən qaynaqlanır. Biz insanlara inkişaf yönlü düşüncə tərzini öyrətdikdə, yəni inkişaf etməyə yönəlik düşüncəni, sınaq və səy haqqında bu baxışlar da onun ardınca gəlir. Eyni şəkildə, bəzi insanlar sadəcə sınağı və zəhməti sevmirlərmiş kimi görünə bilər. Amma biz insanları müvəqqəti olaraq sabit düşüncə tərzinə saldıqda, yəni sabit xüsusiyyətlərə yönəlik düşüncə tərzinə, onlar dərhal sınaqdan qorxmağa və zəhməti dəyərsiz hesab etməyə başlayırlar. Kitab dükanlarının rəflərində dünyanın ən uğurlu insanlarının 10 sırrı kimi başlıqlara malik kitabları tez-tez görürük. Və bu kitablar faydalı tövsiyələr verə bilər. Amma bunlar adətən əlaqəsiz tövsiyələrin siyahısından ibarət olur. Məsələn, daha çox risk et və ya özünə inan. Bu zaman sən sadəcə bu şeyləri edə bilən insanlara heyran olursan, amma bu davranışların bir-biri ilə necə əlaqəli olduğunu və özünün bu cür biri necə ola biləcəyini heç vaxt aydın şəkildə başa düşmürsən. Beləliklə, bir neçə gün ilham alırsan, amma əslində dünyanın ən uğurlu insanları hələ də sirlərini gizli saxlayırlar. Əvəzində, sən sabit və inkişaf yönlü düşüncə tərzlərini anlamağa başlayan kimi, hər şeyin bir-biri ilə necə əlaqəli olduğunu tam olaraq görəcəksən. Necə ki, öz xüsusiyyətlərinin dəyişməyəz olduğunu düşünmək bir sıra müəyyən düşüncə və davranışlara gətirib çıxarırsa, xüsusiyyətlərinin inkişaf etdirilə biləcəyinə inanmaqsa, tamamən fərqli düşüncə və davranışlara səbəb olur və səni tamam fərqli yola aparır. Biz psixoloqlar buna aha təcrübəsi deyirik. Bu hissi biz tədqiqatlarımız zamanı insanlara yeni düşüncə tərzini öyrətdikdə görmüşük. Amma eyni zamanda mən daimən bu mövzuda məqalələrimi oxuyan insanlardan məktublar alıram. Onlar özlərini tanıyırlar. Sizin məqalənizi oxuyarkən dəfələrlə bu mənəm dedim. Onlar əlaqələri görürlər. Sizin məqaləniz məni tamamilə heyrətə gətirdi. Elə bil, kainatın sirrini kəşf etmişəm. Onlar düşüncələrinin dəyişdiyini hiss edirlər. Mən öz düşüncəmdə bir növ şəxsi inqilab baş verdiyini aydın şəkildə hiss edirəm və bu çox həyəcanlandırıcı hissdir. Və bu yeni düşüncə tərzini özləri və digərləri üçün tətbiq edə bilirlər. Məsələn, sizin işiniz mənə uşaqlarla işimi tamamilə dəyişməyə və təhsilə fərqli bir baxışla yanaşmağa imkan verdi. Və ya sizə sadəcə şəxsi və praktik səviyyədə sizin mühtərəm tədqiqatınızın yüzlərlə tələbəyə necə təsir elədiyini bildirmək istərdim. Bu cür məktubları məşqçilərdən və iş dünyasındakı rəhbərlərdən də çox alıram.